Əziz Azərbaycan xalqı, Azərbaycanın bugünkü gününə baxanda adam ürək ağrısı ilə baxır. Hal-hazırda Azərbaycanın demək ki, idarəçiliyi Mehriban xanım Əliyevanın əlindədir. Yəni ki, mən elə zənn edirəm, çünki başqa cür anlaya bilmirəm. Mən burada Mehriban xanıma demək istəyirəm ki, Mehriban xanım, sən də anasan, sən də nənəsən. Sən niyə görə bu Azərbaycan uşaqlarına, Azərbaycan ailələrinə yardım eləmirsən? Yardım eləmək istəyənlərin də qabağını kəsirsən. Bax, neçə gündür biz buradan çağırırıq ki, ay cəmaət, ay millət, bəs Azərbaycanda autizmli uşaqlar əziyyət çəkir, zülüm çəkir. Sən niyə görə autizm xəstəsi olan uşaqları biznes yuvasına döndərmirsən? O boyda autizm mərkəzi tikməsən. Olmaz ki, onu havayı eləyəsən. Havayı eləyə bilmirsənsə, bari heç olmazsa havayı eləmək istəyənlərə yol açqınan, oranı tikqinən, onları abadlaşdırqınan. Mehriban xanım, sənin ixtiyarın yoxdur bizim pulları ora-bura çarx-çuq eləməyə. Sənin ixtiyarın yoxdur özü bizdən yuxarı tutmağa. Sənin ixtiyarın yoxdur Azərbaycan xalqını əzməyə. Mən başa düşə bilmirəm, kimsən, nəsən, bilmirəm. Mən bir dənə sənə onu deyirəm ki, əl çək bu millətdən, əl çək Azərbaycan xalqından. Vallahi Azərbaycan xalqı çox əziyyət çəkir. Sən yenə də deyirəm ki, Allahdan qorx inan. Vallahi Allahdan qorx inan. Düz söz deyənlər tutulur. Nə bilim, cəmaət qorxur. 50 dənə sənin vəsfin var. Ay bacı, gözün doymur. Ay bacı, sənin onsuz yığdıqların bəsdir də. Sənin o maaşlar nəyivə lazımdır ki? Niyə hər şeyi öz əlinə götürürsən? O yerə çatıb ki, bütün texnologiyanı da öz üstə. Texnologiyadan başın çıxır sənin. Yekə insansınız. Bir baxın özünüzə. Siz Azərbaycan xalqını məhv elədiniz. Azərbaycan millətini məhv elədi. Mən başa düşə bilmirəm. Yəqin ki, siz qabağınıza məqsəd qoymusunuz. Hal-hazırda dünyada müsəlmanları qırmaq prosesi gedir. Hal-hazırda müsəlmanların torpaqlarına göz tikənlər var. Bəlkə elə siz özünüz bu yolla müsəlmanları yaman günə qoyub Azərbaycan torpaqlarını, Azərbaycan ərazisini kimlərə də vermək istəyirsiniz. Bəs buna başqa ad nə verə bilərəm ki? Bir Allahınız olsun da. Bir oturun, fikirləşin, görün ki, axı siz niyə belə Allahsızlıq edirsiniz? Niyə görə bax insanlar didərgin düşməlidir ölkəsindən? Niyə? Sən bunu görmürsən? Ay qız, bəsdir. O 3 dənə balon var sənin, vur onları qoltuqla get. Vallah onların o pulları yeyə bilməyəcəklər. Bütün hər gün yuxudan duran analar, atalar əziyyət çəkir. İşləməyən, əziyyət çəkən analar bütün günü sizlərə qarğış eləyir. Ay belə qarğışdan qorxmursunuz. Axı qarğış gözün qabağındadır, görmürsən onları. Bəsdirində. Mən ərvə də mətəl qalmışam. İlham Əliyev hara baxır? Ay İlham Əliyev, bəsdir. Mən pulumu götürürsən, Papa Rimskaya verirsən. Xeyr ola, ya xeyr ola. Ərin bizim pullarımızı Trump'a itə qurda yedizdirir. Sən götürürsən, güya xeyriyyətçi olmuşsan. Ay qız, öz evində xeyriyyətçi ol. Bu pullar sizə miras qalıb, Atuzdan miras qalıb. Bəsdirin də. Bu qədər görməmişdik, bu qədər acgözlük olmaz axı. Yekə insanlarsınız. Başqa dövlətlərin prezidentlərinə baxın. Baxın, görün ki, yisələr belə, onlar sizin kimi cəmaatı əskildə, cəmaatın başına qapa vura-vura yeyirlər. Siz özünüz elə aparırsınız özünüzü ki, güya ki, bu millət yoxdur. Dövlətin malı millətin malıdır, sənin malın deyil. Mənim dövlətimin malından mənə niyə pay düşmür? Niyə qardaşlara pay düşmür? Niyə kasıblara pay düşmür? Elə dövlətin malından siz yaraqlanmalısınız. Bəsdirin də. Mən başa düşə bilməm, bu nə hakimiyyətdir, bu nə sistemdir siz qurmusunuz? Belə sistem olar. Sən məni, o birisini, bu birisini pensiya yaşını bir uzdan artırır, nə bilim, uşaq pulu vermirsən, qazilərə zülüm eləyirsən. Sən bunların hamısını korrupsiya, rüşvətxorluq, saymamazlıq, tərbiyəsizlik, nə bilim, təhsilin məhvi, mədəniyyətin məhvi, bunu görmürsən. Ayıb olsun sənə Mehriban xanım, ayıb olsun. Hələ ki prezidentimisən sən xanım deyirəm. Çünki mən səndə xanımlıq görmürəm. Sən adicə nə, belə özünü xanım kimi aparmırsan. Bir də buradan sənə deyirəm ki, Mehriban xanım, əgər sən
devlətin malını əgər öz şəxsi malın sayırsansa, xeyr, devlətin malı silahlanmalardır, nə bilim, hərbi reykdir, bunlardır. Amma devlətin malı bu xalqındır, unutma gənə, sənin deyil. Neynəsin ha, o sənin deyil. Sən də bilginən ki, sənin 3 balon, sənin o yığdığın pulları da saxlaya bilmir. Bir də unutma gənə, dövlətimizin malı silahdır, sursatdır. Amma ki, millətin malı bizim təbii sərvətlərimizdir, neftimizdir, qazımızdır, qızılımızdır, torpağımızdır, əkim olan torpaqlardır, heyvandarlıqdır, bunlar bizim millətin malıdır. Sən heç kimsən, yadında saxla və unutma.